İdmanda insanların ən çox səhv etdiyi və bu səhvlərə görə zədələnmə riski ən yüksək olan hərəkətlərdən biri deadliftdir. İndi sənə deadlifti düzgün texnika ilə belini, dizini və sinir sistemini riskə atmadan necə etməli olduğunu göstərəcəm. İlk növbədə ayaq yerləşimi. Ayaqlar çiyin bərabərində və ya biraz daha açıq olmalıdır. Ayaq barmaqlarınız önə baxır. Bara olduqca yaxın durursan. Bar ayaq ortasının üstündə yerləşməlidir. Əllər dizlərin çölündən tutacaq şəkildə barı tutur. Bu hissədə çiyinlər bardan biraz öndə qalır. Bel düz olmalıdır, sinə açıq, kürək aktiv vəziyyətdədir. İnsanların diqqətə almadığı, amma olduqca vacib olan diafraqma nəfəsini qaldırışdan əvvəl etməyi unutmayın. Deadlift bir çəkiş hərəkəti deyil. Sanki yeri itələyərək qalxdığın bir hərəkətdir. Ayaqlarınla yeri itələyirsən, ştanq isə bədəninə sürtülərək qalxır. Bar dizdən keçənə qədər bel bucağı demək olar dəyişmir. Qalxışın son hissəsində isə ombanı irəli itərək hərəkəti tamamlayırsan. Düzgün texnika ilə etsən, həm güclənərsən, həm də zədə riskini minimuma endirərsən. Əgər bu cür texniki videoların davamını istəyirsinizsə, şərhlərdə bildirin.